Rəhman və Rəhim olan Allahın adıyla. Hər birinizi Allahın salamı ilə salamlayırıq. Allah Teala bu mübarək Ramazan ayında oruz ibadətlərinizi qəbul eləsin. Bugünkü söhbətimizdə oruz ibadətinin dərəcələri haqqında danışacağıq. Bilirik ki, mübarək Ramazan ayında hər bir müsəlmana vacib olan oruz ibadəti vardır. Təbii ki, bu oruz ibadətini hər bir kəs fərqli təfəkkürlə başa düşə bilər. Əxlaq kitablarında isə oruz ibadəti 3 dərəcə olaraq bölünmüşdür. Birinci dərəcə ümumi oruz, ikinci dərəcə xüsusi oruz, üçüncü dərəcə isə ən xüsusi oruz olaraq qeyd olunmuşdur. Ümumi oruz deyəndə biz nə başa düşürük? Ümumi oruz deyəndə insanın fiqh kitablarında, şəriət kitablarında orucu batil edən, orucu pozan şeylərdən çəkinməsi nəzərdə tutulur. Yəni bu mərhələdə insan yemək, içmək və digər orucu pozan şeylərdən uzaq durmalı və bu şeyləri yerinə yetirməməlidir. Əgər bu şeyləri yerinə yetirdiyi təqdirdə orucu batil olmuş hesab olunur. Bəzən bu orucu biz zahiri oruz olaraq da başa düşə bilərik və yaxud da orucun şəkili olaraq biz başa düşə bilərik. Yəni bu birinci ümumi oruc orucun şəkli olaraq qiymətləndirilə bilər. Sanki bir heykəldir. Bu heykəl orucdur, amma canı yoxdur, hərəkəti yoxdur. Çünki orucun birinci dərəcəsi sayılır, birinci mərtəbəsi sayılır. Sadəcə gördüyümüz onun forması olur. Bu mərhələni hətta bəzi əxlaq kitablarında, bəzi hədislərə biz baxanda biz görürük ki, bu orucu həqiqi oruc hesab edilmir bəzi hədislərin çıxarışında. Məsəl üçün, Peyğəmbərimiz Həzrəti Muhammed sallallahu aleyhi və səlləm bir hədis şərəfdə buyurur ki, bəzi oruç tutanlar öz oruclarından yalnız aclıq və susuzluq faydasını götürürlər. Yəni, onlara qalan ancaq acılığın faydası olur və yaxud da susuzluğun faydası olur. Həzrət Əli əleyhissalamdan bir hədis şərəfdə buyurulur ki, nə çox oruç tutan vardır ki, ona orucdan acılıq və susuzluqdan başqa bir şey qalmır. Yəni bu mərhələdə insan yalnız orucu batil edən şəriət kitabında qeyd edilan məsələlərdən çəkinir. Bu birinci mərhələ hesab olunur. İkinci mərhələ isə xüsusi oruz deyə adlandırılır. Burada yemək, içmək, şəhvani hisslərdən uzaq durmaqdan əlavə insanın gözü, qulağı, əli, dili və digər bədən üzvləri də günahdan qorunmalıdır. Əgər bu bədən üzvlərini insan günahdan qorumasa, ikinci dərəcə olan xüsusi orucu, yəni əxlaqi cəhətdən, mənəvi cəhətdən orucu batil olmuş hesab olunur. Təbii ki, bu birinci mərhələnin orucuna belə də bir xələl gətirmir. Yəni şəri cəhətdən orucu batil olmasa da, əxlaqi cəhətdən bu mərhələdə, yəni xüsusi orucda onun orucu mənəvi cəhətdən sınmış hesab olunur. Həzrəti Peyğəmbərimiz Allahın salamı olsun ona bir hədisdə buyurur ki, 5 əməl orucu batil edər. Yalan danışmaq, qeybət etmək, söz gəzdirmək, yalandan and içmək və haram olan baxışlardır ki, orucu batil edir. Təbii ki, yenə bu bir qeyd edirik ki, buradan məqsəd orucun mənəvi cəhətdən pozulması nəzərdə tutulur. Həzrəti Peyğəmbər başqa bir hədisdə buyurur ki, oruc bir sipər, qalxan və yaxud da qoruyucudur. Belə isə sizlərdən hər bir kəs oruc olduqda nalayiq söz danışmasın, cəhalət etməsin, onunla savaşan və yaxud da ona nalayiq bir söz deyən olarsa, ona fəqət bu söz desin. Desin ki, mən orucam, bu cür cavab versin, deyə Peyğəmbərimiz buyurur. İmam Cəfər Sadiq əleyhissalam bir hədisdə hətta insanın dərisinin, bədəninin, tüklərinin belə oruc olması haqqında buyurur ki, oruc tutduğun zaman qulağın,
gözün, bədəninin dərisi və tüklərin də oruç tutsun. Yəni, insan bütün vücudu ilə orucu hiss etməlidir. Necə ki, digər bir hədisdə İmam Sadiq əleyhissalam buyurur ki, oruç tutduğun günlər digər günlər kimi olmasın. Yəni, olmasın ki, digər günlərdə də insan bəzi lazımsız hərəkətlər eləyirdi, cəhalət hərəkətlər eləyirdi, nalayiq hərəkətlər eləyirdi. Orucda da onun bir fərq yoxdur. Fərq ondan ibarət ola bilər ki, acıdır, susuzdur. Amma insanın əməllərində bu fərq özünü göstərməlidir. İmam Cəfər Sadiq əleyhissalam hədisində buyurur ki, oruç tutduğun günlər digər günlər kimi olmamalıdır. Belə bir gündə cədəl etmə, yəni digərləri ilə söz güləşdirmə, öz xidmətçinə, öz əlin altında olan şəxslərə əziyyət eləmə və həmin gün oruç tutduğun günlər orucun vüqarı, orucun əzəməti sənin vücudunda zahir olsun, sənin vücudunda görsənsin. Başqa bir rəvayətdə buyurulur ki, bir gün Peyğəmbərimizin yanında bir qadın, oruc tutan bir qadın öz xidmətçisini təhqir eləyir. Belə bir hal baş verdiyi halda Peyğəmbərimiz bir qab gətirir, o qadının qarşısına qoyur və buyurur, deyir ki, ye. Həmin şəxs deyir ki, qadın deyir ki, mən oruç tutmuşam. Peyğəmbərimiz buyurur ki, sən öz xidmətçini söyüşlə söydüyün halda necə oruc ola bilərsən? Oruc yalnız yeməkdən və içməkdən qorunmaqla həyata keçmir. Təbii ki, buradan məqsəd Peyğəmbərimizin onun orucunu, zahiri orucunu astırmaq deyildi ki, qabı gətirir, qoyur qarşısına ki, bu qidadan ye. Peyğəmbərimizin buradan məqsədi o idi ki, həmin şəxsə başa salsın ki, insan oruc tutarkən təkcə acılıq və susuzluqdan əlavə bütün bədən üzvlərində də bunu hiss etdirməlidir. Gözünə də nəzarət eləməlidir, qulağına da nəzarət eləməlidir, dilinə də nəzarət eləməlidir ki, bunları haramdan uzaq tutsun. Hətta başqa bir hədisdə qeyd olunur ki, Peyğəmbərimizdən hədis var ki, buyurur ki, hər kim Ramazan ayında belə dilinə nəzarət eləyərsə, qulağını, gözünü, şəhvətini və bütün bədən üzvlərini Allahın razılığı üçün yalandan, haramdan, qeybətdən qoruyarsa, Allah o şəxsi özünə yaxın qərar verər və dostlarının məqamı ilə bir yerdə qərar verər həmin şəxs. Və biz bu mərhələdə görürük ki, insan birinci mərhələdən daha üst səviyyə mərhələdir. Birinci mərhələdə necə ki, aclıq və susuzluq və digər şəriət kitablarında qeyd olunan əməllərdən çəkinirdisə, burada əlavə olaraq bədən üzvləri də haramlardan çəkinməlidir. Və nəhayət üçüncü dərəcə ən xüsusi dərəcə hesab olunur. Ən xüsusi dərəcə Allah dostlarının, Allaha ən yaxın olan bəndələrin orucudur ki, həmin şəxslər Allahın qəlbinə Allahdan başqasını daxil etmir oruc olduğu zaman. Fikrinə və zehninə heç bir günahı gətirmir. Heç bir günah eləmə qəsdi olmur həmin şəxsdə. Necə ki, Peyğəmbərimizdən hədis var ki, Əl-qalbu hərəmullah, qəlb Allahın hərəmidir və davamında buyurur ki, Allahın hərəmi olduğuna görə ora Allahdan qeyrisini daxil etməyin. Həmin şəxslər də Allahın xüsusi sevdiyi, Allaha xas olan bəndələr həmin oruc olduğu halda daha da diqqətli olurlar ki, qəlblərinə Allahdan qeyrisini daxil eləməsinlər. Baxın, biz Ramazan ayının birinci gününün duasında belə bir dua eləyirik. Allahümmə cəal siyami fihi siyamə saimin. İlahi, Ramazan ayında mənim orucumu həqiqi oruc tutanların orucundan qərar ver. Deməli, biz bu duada başa düşürük ki, bir oruc var, bir də həqiqi oruc var. Həqiqi oruç tutanların orucu var. Ramazan ayının ilə ilk günündən bizim bu duamız bu olur ki, ilahi, bizim orucumuzu həqiqi oruç tutanların orucundan qərar ver. Belə bir halda Allah Teala, demək, Allahın sevimli qulları var. Allahın xas bəndələri var ki, bunlar Allaha yaxın bəndələrdir və bunların orucu xüsusi orucu olur. Belə bir hal üçün biz deyirik ki, Fatihə surəsində hər namazda deyirik ki, İhdinəs siratal müstəqim. Bu ayəni biz hər namazda deyirik. İhdinəs siratal müstəqim, yəni nə? İlahi bizi doğru yola hidayət elə.
bizi düzgün yola hidayət elə. O doğru yol kimdir? O yol ki, həmin şəxslərə, həmin o yolda olan şəxslərə sən nemət vermisən. Biz Nisa surəsində baxırıq ki, nemət verilən şəxslər kimdir? Nemət verilən şəxslər Allah Teala Quran-ı Kərimdə buyurur ki, Allaha və Peyğəmbərə itaət edənlər, axirətdə Allahın nemət verdiyi nəbilər, yəni Peyğəmbərlər, siddiqlər, yəni doğru danışanlar, Allahın ayələrini təsdiq edənlər, şəhidlər və salihlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşdır. Başqa bir ayədə Allah Teala buyurur ki, Fəcr surəsinin 29-cu ayəsinin sonuncu ayələrində buyurur ki, Bismillahirrahmanirrahim, Fədxuli fi ibadi. Allah Teala mömin bəndəsinə, nəfsinə nəzarət eləyən, nəfsini ayaqlarının altına alan bəndəsinə buyurar ki, yəni mütməin nəfsə sahib olan şəxsə qiyamətin günündə buyurar ki, mənim bəndələrimin arasına daxil ol, mənim bəndələrimin sırasına daxil ol. Belə bir halda biz başa düşürük ki, deməli Allahın xüsusi bəndələri var. Və biz də bu Ramazan ayında orucumuzu çalışmalıyıq ki, ilkin mərhələdən, yəni ümumi oruc mərhələsindən xüsusi oruc mərhələsinə daşıyaq. Xüsusi oruc mərhələsindən daha xüsusi oruc mərhələsinə daşıyaraq Allahın sevdiyi, seçdiyi, yaxın xas bəndələrindən olaq. Belə bir halda, belə bir oruc insan belə bir orucu tutduğu halda, belə bir oruc ibadəti yerinə yetirdiyi halda, belə bir hədis bizim qarşımıza çıxır ki, elə xas oruc tutanlar üçündür. Allah Teala bir hədis qüdsüdə Allah Teala buyurur ki, oruc mənim üçündür, oruc mənə məxsusdur və onun mükafatını da mən verəcəyəm. Hətta bəzən bunu bu cürdə tərcümə edirlər ki, orucun mükafatı elə mən özüməm deyə tərcümə də olunur. Yəni, insan əgər xüsusi oruc tutarsa, o şəri məsələlərə də əməl eləyərsə, ondan əlavə bədən üzvlərinə də nəzarət eləyərsə, ondan əlavə bədən üzvlərindən də əlavə qəlbinə də nəzarət eləyərsə, qəlbini də Allahdan qeyrilərindən saxlayarsa, kənarlaşdırarsa, o zaman Allahın xas orucunu tutar və belə bir halda Allah deyər ki, onun mükafatını özüm verəcəm və onun mükafatı və yaxud da onun mükafatı elə mən özüməm. Bu mübarək Ramazan günlərində, Ramazan ayının günlərində duamız bu olsun ki, Allah Teala bizləri ümumi orucdan xüsusi oruca, xüsusi orucdan daha xüsusi oruca yetişən şəxslərdən qərar versin. Allah Teala bu mübarək ayda ibadətlərimizi, dualarımızı, xüsusilə oruclarımızı qəbul eləsin. Allah hər birinizdən razı olsun inşallah.